Salam. Deməli, belə bir məsələmiz var. Diametri ilə radiusunun cəmi 36 olan çevrənin xaricinə çəkilmiş kvadratın perimetrini tapın. Bu çevrəmiz. Çevrənin xaricinə kvadrat çəkəndə həmin kvadratın tərəfi çevrənin diametrinə bərabər olur. İndi bizə verilən şərtdən istifadə edirik. Diametri ilə radiusun cəmi 36'dır. Diametri də bilirik ki 2r-dir. Deməli 2r, bu da r. 3r'imiz 36'dırsa 1r'imiz, yəni radius 12'dir. Belə olan halda diametri də olacaq 12'nin 2 misli, yəni 24. Deməli bu kvadratın tərəfi 24'dür. Kvadratın da 4 eyni tərəfi olduğu üçün perimetr 4d'yə bərabərdir. Bu da bərabər olur. 4 vuraq 24. 96. Deməli doğru cavabımız burada olur A variantı.